Əziz izləyicilər, salamlayıram hər birinizi. Biz hal-hazırda Mingəçevir şəhərinin yaxınlığında Hürşağın kəndindəyik. Yəni tanıyanlar bilir buranı. Mingəçevir şəhərin girəcəyindədir demək olar. Durbalarda görsəniz, Qresə yaxındır bura. Yola yaxın, əsas yola yaxın, çox sərf eləyən, çox qiymətdə çox münasib bir torpaq sahəmiz satışa çıxır. Torpaq sahəsi, bax görürsünüzsə, yaşayış ərazisi buradır. Buradan bu üzə yaşayış yoxdur. Bu tərəfdə deməli əkin sahəsidir, əziz izləyicilər. Əkin sahəsi olmağına baxmayaraq kupçalıdır, birbaşa özəl mülkdür. İstər yaşayış kimi istifadə eləmək olar, istər əkin kimi istifadə eləmək olar. Hal-hazırda bura əkin kimi istifadə olunur. 4 hektara yaxın ərazidir. 3 hektar 700 hardasa birbaşa çıxarışının torpaq sahəsidir. Yola yaxındır, yoldan çox rahatçılıqla gəlmək olur. Maşın yolu birbaşa var. Hal-hazırda da yonca əkilib də demək, istifadə də eləmək olar. Birinci ilidir demək olar əkilib. Kənd cəmaatı istifadə eləyir. Kəndçilərə əkinin yığandan sonra 800.000 manat icarəyə verilən torpaq sahəsidir. Biraz qaranlıq gəlmişik. Ona görə tam ərazi rahat görsənilmir. Vaxt məhdudiyyətindən üzr hesab edin. Qaranlıqda çəkirik. Ətraflı məlumat üçün nömrəm də orada görsənir. İstər WhatsApp, istər şərh yerində yazsın. Qiymətində danışaq, hər bir şeyin razılaşma da olacaq. Real alıcılar üçün qiymətdə də endirim olacaq. Yaşayış üçün hər bir şəraiti var. Bax görürsüz, hamısı evlərdir bunlar. Bu tərəfdə boş sahələrdir. Hərənin öz sahəsi var burada.